Bir qəhrəmanın vətən üçün canını fəda etmiş igid oğlumuz şəhid Anar Məmmədovun əziz xatirəsini anmaq üçün toplaşmışıq. İlk növbədə Azərbaycan Respublikasının dövlət himnini səsləndirir. İndi isə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqədə sükutla yad edir. Səcdəgahdır, qibləgahdır, üç beyli Türk bayrağı. Allah rəhmət eylesin. Həyatı, onun mübarizəsi, bu torpağın azad bir nəfəsi, bu xalqın baş ucalığıdır. Şəhidlər millətin yaddaşında yanan işıqdır. Zaman keçsə də sönmür, əksinə daha da parlaq yanır. Onlar bir xalqın azadlığı üçün, gələcək nəsillərin rahatlığı üçün öz canlarından əsərgəmədilər. Bugün onların arasında bir ad var ki, hər birimizin qəlbində xüsusi yer tutur. Anar Məmmədov, igid, mərd, vətən sevdalısı. Anar Zahəddinoğlu Məmmədov 1992-ci il oktyabrın 25-də Sağdı rayonunun Mustafabəyli kəndində anadan olub. Təhsil aldığı Vüqar Əzimov adına Sağdı rayonu Qıraqlı kənd tam orta məktəbin 9-cu sinifini bitirən Anar, Sabirabad rayonunun Sosial-İqtisadi kollecinə qəbul olub. 2012-ci ildə kolleci Dövlət Yol Polisində inzibati hüquq fəaliyyəti, yol polisi müfəttişliyi ixtisası üzrə bitirib. Hələ uşaq yaşlarında idmana böyük marağı olduğundan, təhsil aldığı illərdə məşğul olduğu qaydasız döyüş və boks idman növləri üzrə dəfələrlə yüksək nəticələr qazanıb. Respublika çempionu adını qazanıb. Məhz bu baxımdan Anarın ən böyük arzularından biri də gələcəkdə bu idman növləri üzrə iştirak edəcəyi beynəlxalq yarışlarda parlaq qələbələr qazanaraq üçrəngli bayrağımızı yüksək zirvələrdə dalğalandırmaq olur. Söz verilir məktəbimizin direktoru Zülfiyə Əzimovaya. Eləcə də qeyd edək ki, Zülfiyə müəllimə məktəbimizin adını daşıyan şəhid Vüqar Əzimovun bacısıdır. Bugün biz vətənimizin qəhrəman oğlu Anar Zahəddinoğlu Məmmədovun anım gününə toplaşmışıq. Hər birinizə təşəkkür edirəm. Şəhidimizi andığınız üçün, ehtiramla andığınız üçün. Allah'tan şəhidimizə rəhmət edirəm, ailəsinə səbir. Onu qeyd edim ki, şəhidimizin bir qız övladı var. Bu il birinci sinifə qəbul olunub. Bu münasibətlə onu təbrik edirəm. Qədəmləri uğurlu olsun deyirəm. Allah bütün şəhidlərimizə rəhmət eylesin. Müddətli həqiqi hərbi xidmətini 2012-ci ilin iyul ayından 2014-cü ilin yanvar ayınadək Müdafiə Nazirliyinin en sayılı hərbi hissəsində keçib. Lakin hərbi xidmətə olan böyük marağı səbəbindən yenidən ordu sıralarına qayıtmaq qərar verir. Beləliklə qısa fasilədən, yəni 2014-cü ilin aprel ayından daxili qoşunların Lənkəran rayonunda yerləşən en sayılı hərbi hissəsinin xüsusi vasitələrinin tədqiqi dəstəsində müddətdən artıq həqiqi hərbi xidmət, hərbi qulluqçusu kimi yenidən vətənin şərəfli borcunu vicdanla yerinə yetirməyə başlayır. 2014-cü ilin dekabr ayından xüsusi təminatlı dəstənin xüsusi həmlə qrupunda qumbara atan köməkçi, atıcı qumbara atan köməkçi vəzifələrində xidmətini davam etdirən Anar 2019-cu ilin dekabr ayından etibarən xüsusi həmlə qrupunda yarımqrup komandiri vəzifələrini şərəflə yerinə yetirir. İndi isə 3-cü qrup vətən müharibəsi qazisi Hüseynov Araz Namizədovuna söz verir. Allah hamını salamlayıram. Mən özüm Daxili İşlər Nazirliyi Üst Təyinatlı dəstəsində xidmət eləmişəm 8 ildən çox. Döyüş haqqında biraz danışmaq istəyirəm. Yəni düz rəhmətli ilə
bircə fəaliyyətdə olmasaq da, yəni eyni istiqamətlərdə olmuşuq. Şəhid haqqında eşitdim, özümə borc bildim ki, gəlib bugünkü gündə bu tədbirdə iştirak edib. Düzdür, üstündən neçə ildə keçsə də, yəni o his məndə qalmışdı. Dedim, gəlim ən azından mən də iştirak edeyim, atamızı, anamızı yaxından tanıyayım. En azından yani bildiğim çok şeyler var. Düzdür, her şey danışmaq olmur. Anar qardaşımız gözəl hərbi qulluqçu olub. Vətəninə, millətinə sadiq bir hərbi qulluqçu olub. Allah'tan cəmi şəhidlərimizə rəhmət edəsin. Qazilərimizə şəfa versin. Döyüş iştirakçılarımıza da Allah can sağlığı versin. Bugünkü gündə burada çıxış etmək mənim üçün böyük bir şərəfdir ki, onun üçün ki, gözəl bir qardaşım yəni məclisində, düzdür, yaxından tanımasam da, məclisində iştirak edir. Bugünkü gündə o vətəni bizə bəxş edən şəhidlərimiz var. Onlar həmişə bizim qəlbimizdədir, həmişə də qəlbimizdə yaşayacaqlar. Çox sağ olun, minnətdarım. 2020-ci ilin sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşır. Anar Məmmədov oktyabrın 17-sində Füzuli döyüşləri zamanı şəhid olur. Söz verilir Anar Məmmədovun anası Qabiyyət Hanım. Bütün tədbir iştirakçılarını salamlayıram. Anar Məmmədovun anası olaraq gələn qonaqların hamısına ailəmiz adından dərin minnətdarlığımı bildirirəm. Hacıqabul daxili qoşunlarının əməkdaşı, rayon polis şöbəsinin əməkdaşları, Kürdəmir rayonundan gələn hərbiçi balamız Araz, hamımıza, bütün qonaqlara özlərin minnətdarlığımı bildirirəm. Anar Məmmədov bugün Azərbaycanın suverenliyi, azadlığı, ərazi bütövlüyü uğrunda canlarını fəda edən Azərbaycan tarixinin şanlı səhifəsini öz canı ilə yazan qəhrəman oğullardan biridir. Məhz o oğulların hesabına bugün Azərbaycan xalqı, Azərbaycan milləti azadlıq, əmin-amanlıq şəraitində yaşayırlar. Azad olunmuş Qarabağ torpağında bugün Cənab Prezidentimizin qərarı ilə yenidən quruculuq işləri aparılır. 30 ildən çox öz doğma il-obalarından didərgin düşmüş qaçqınlarımız, soydaşlarımız bugün böyük sevinç hissi ilə öz doğma torpaqlarına, yurd yuvalarına qayıdırlar. Məhz bütün bunların hamısına görə biz şəhidlərimizə borcluyuq. Bugün ön sırada qara paltarlı, qara ələmə bürünmüş analar oturublar. O anaların içərisində yeganə balasını vətənin azadlığı uğrunda qurban verib, öz çırağını söndürən, öz soy kökünü dayandıran analar var. Biz Azərbaycan xalqı milləti olaraq o analara borcluyuq. Bugün ata qayğısından, ata nəvazişindən məhrum olub. Kaş mənim də atam olaydı deyə yaşayan şəhid övladlarına borcluyuq. Onların qarşısında baş əyiririk. Bugün Azərbaycan xalqı, Azərbaycan milləti şükürlər olsun ki, azad, əmin-amanlıq şəraitində yaşayırlar. Allah bu azadlığı, əmin-amanlığı bizim dövlətimizə, millətimizə çox görməsin. Azərbaycan xalqı daima var olsun. Onun üç rəngli bayrağı həmişə ucalarda qürurla dalğalansın. Millətimiz, dövlətimiz var olsun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, yaxınlarına, doğmalarına səbir versin. Allah hamımızdan razı olsun, çox sağ olun. Söz verdi kənd ağsaqqalı Etibar Novruzova. Tədbirdə iştirak edən bütün yoldaşlara minnətdarlığımı bildirirəm və arzu edirəm ki, həmişə şəhidlərimizi anar, yad eləyək, belə tədbirlərdə tez-tez iştirak edək. Anarın yaxın qohumu olaraq mənim üçün danışmaq həqiqətən də çox çətindir. Çətindir ona görə ki, anar gözümüzün qabağında pillə-pillə böyüyən uşaqdır. Bəli, bu hələ uşaq yaşlarında, balaca ikən həmişə yoldaşlarından oynayıb durduğu, gəzdiyi, dolandığı uşaqlardan hamısından seçilirdi. Elə fikir verirdim ki, nəsə bu uşağın gələcəyi var, nəsə bu uşaqda bir gözlənti var. Bəli, o eyni ilə uşaq yaşlarından idmanla da məşğul olurlar. Ona görə ki, onlar böyük, o kişilik papağı, nətər deyərlər, bizim o qürurumuzu, bizim Azərbaycançılığı sonra Moskvaya getmədik. Elə deyərsək, biz əvvəl bir yazı, məzunun xalq kimi orada
Söz yok. Biz Moskvada olarken bizim aramızda bu istəbəli uşaqları Moskvada çox olur. Ben mesela orada olarken biz Ermeniler bizden həmişə bir fərq olarak qorxurlar. Ancak kaldı ki biz onların karşısında başa şahıydı. Yine de biz şəhər analarına minnətdarlıq onların karşısında baş şahıydı ve yediler daimi adaşımız Sənət Rus 8 A sinif şagirdi Gözəlli Ayan Şəhid Anar Məmmədova həsrətinin şeirini söyləyəcək. En büyük zirvede sen dayanmışsan, adındır ebedi, şehit adıdır. Şehitlik zirvesin, sen kazanmışsan, döyüş yoldaşlarını darda koymadın. Mühasirə anında tenha koymadın. Qəhrəman adını kazandın anar, hiç zaman vətəni darda koymadın. Sen cesur qəhrəman bir igid idin. Düşmənin en ağır zərbəsi idin. Vətəni hər şeydən üstün bilmisən. Canından da üstün vətən bilmisən. Adını həsrətdə qoymusan anar. Adımda özün tək həsrətdə qoydun. Yarını yarsız qoyub, ananı övladsız, balanı atasız qoyub, vətən üçün getdin anar, torpaq üçün getdin anar. Döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra vətən uğrunda medalı ilə təltif olundu. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra Füzulinin azad olunmasına görə təltif olundu. İndi isə şəhid Anar Məmmədov haqqında Mən Komandirəmsə adlı sənədli filminə baxaq. Bizcemin 44 gün ərzində 300'dən çox şəhər və kəndi düşmənin əlindən aldı. Döyüş meydanında bu zəfəri qazandı. Qarşılar yoluyla yox, kiminsə güzəşliyle yox, qan tökərək, şəhidlər verərək. Nə aparırdı biz irəliyə? Vətən sevgisi. Vətənə sevgi, düşmənə kübrət. Bax, bu əhval-ruhiyyədə biz gənc nəsli yetişdirmişik. Bu əhval-ruhiyyədə bizim ordumuz yetişib və ordumuzun ən döyüşkən birləşməsi olan xüsusi təyinatlar bu amalla, bu ideya ilə irəliyə gedir, öz sinəsini qabağa verir. Budur Azərbaycan xalqının mənəvi keyfiyyətləri, budur milli ruhumuz. Vətən sevgisi, bizi irəliyə aparan vətən sevgisi. Ancaq yeni zamanda hazırlıq, işıqlardır. Vətən sevgisi az sözdür. Varlığı muhakkakı həyatından olsaydı. Evlat ana tərbiyə edir, ata çöldən qazalar gətirir, ana büyüdür, ana tərbiyə edir. Sonra da evlat valideynlərin cəmiyyətdə üzvü kimi təmsil edir, göstərir. Həm ailə tərbiyəsi, həm məktəb tərbiyəsi ikisi də bu mövzuda gedirdi. Həqiqətən vətənpərvərlik ruhunda böyümək, zəhmətkeş bir evlad böyütmək. Mən onları Mehdi Hüseynzadənin Qərayə Səduqun, Simvala Əliyevin qəhrəmanlıqları ilə böyütdüm. Sanki laylalarımda onları aşıladım həqiqətən. Ailə tərbiyəsi görmüyor uşaqlar. Mən özüm tərifləmirəm. Necə ki, mən atamdan gördüyüm tərbiyəni, mən bağlıma başlamışım. Çox mehriban, sakin, qız gəl həyatı, həqiqətən. Bir kəlmə söylüyorum, yəni yəni sadəcə öz işini görən, öz yolu ilə gedən, hərbi xidmətdə və gün tapşırırlar, layihində yerinə gedir. Bir neçə quramasısı var. Bunun sizdə həvəsi var, mən həvəsi var edirəm. Anları polis olmalı. Bu nöqtəyə nəzərdə bu fikir yarandı anlarda hərbi çəkir. Həm də idmançı edir, həqiqətən çox verir. Ananda hərb sənətdə olan məktəblərdə üzrə və bu ani təsadüfü
həvəskar maraqlı idi. 6B sinif şagirdi Namazova Xədicə, kənd sakini Gövhər Hüseynovanın şəhid Anar Məmmədova həsr etdiyi Anarım şeirini söyləyəcək. Sanslı elinə şöhrət şan oldu. Mehdi tək, həzi tək, qəhrəman oldu. Qəhrəman igidir, sən mərd doğuldun. Xalqımın vüqarı, əziz anarım. Səni unutmarım, əziz qəhrəman. Üç rəngli bayraqla bircə ucaldın. Bütün şəhidlərin qisasını aldın. Özün də şəhid tək qəlblərdə qaldın. Xalqımın vüqarı, şəhid anarım. 7A sinif şagirdləri Gülay, Səmmə, Balabkə şəhidin mahnısını ifa edəcəklər. Cennet olsun olur, gebrim nurlar, nurlar olsun olur. Meşəlim cennet olsun olur, gebrim nurlar, nurlar olsun olur. Bugün şehidim küçsün elimizden, gitti gözümüzden, ama gitmir gelbimizden. Bugün yine vətən ağlayır. Sen uyu şehidim, sen uyu mezarda. Açarım cennet, cennet olsun olur. Gebrim nurlar, nurlar olsun olur. Açarım cennet, cennet olsun olur. Gebrim nurlar, nurlar olsun olur. Ana ağlama, yara bağlama, oğlum şehit oldu. Yarım ağlama, yüreği bağlama, gebrim nurlar oldu. Ana ağlama, yara bağlama, oğlum şehit oldu. Yarım ağlama, yüreği bağlama, gebrim nurlar oldu. 7B sinif şagirdləri Zeynəb, Aytaç, Əminə şeir söyləmək üçün buraya tökülür. Adına vətənin adı deyildi. Elə vətən qədər müqəddəsləşdin. Vətənin fəryadı ucalan zaman qəhrəman oğul tək sən də döyüşdün. Vətən düşmənlərə əsir düşəndə sənin də sorağın kəsildi vətən.
Bilmirik yad eldə sən yaşayırsan, yoxsa ki olmusan torpağa dönər. Atanın qəlbini oğul həsrəti didib parçaladı zamanla bircə. Gecənin sükutun pozdu naləsi, o dözə bilmədi sən adlı dərdə. Bu vətəndən başlayır şəhadətin yolları. Bu vətəni qucaqlayır şəhidlərin qolları. Səmasında iz salıb, dənizində qərq olub, torpağa dayaq durub vətənin oğulları. Pozulmaz vətənin andı, bu xalqın imzasıdır. Şəhidlər həm fəxarət, həm də qəlb yarasıdır. Yurdu darda qoymadı, qorxu hissin duymadı. Özləri vətən oldu, vətənin oğulları, vətənin oğulları. Agirli Qədirova Balabikə anara həsr olunmuş şeiri söyləyəcək. Hək, yazdın adını, sən öz əlinlə, ana, qardaşım, yenilməz bayrağın, əyilməz başın, ucadan ucasan, ana, qardaşım, sizə can borcluyuq, biz hər birimiz, adınla bağlıdır, şərəf, qardaşım, atasız qalsa da, solmaz mələyin, sən onun fəxrisən, ana, qardaşım, ucadan ucasan, ana, qardaşım, sizə can borcluyuq, biz hər birimiz, göndərdin yerinə şərəf, qardaşım, ucadan ucasan, şəhid, qardaşım, ucadan ucasan, ana, qardaşım. İndi isə şəhid Anar Məmmədov haqqında qəhrəmanların şəhadətə gedən yolu adlı sənədli filminə baxın. Yəni vətənin qarşılığında həqiqətən anaları heç nə heç kəs saxlaya bilməzsə. Çünki canında, qanında o vardır. Şəhid Anar Məmmədovun xatirinə Saadlı rayon Mustafa Bəyli kəndinin girişində Anar adı. Yoldan keçən insan oradan su içib, buzoğalı bir elektrikdə baxıb fəxr edir ki, cəsurlar ülkəsində yaşlaşdı. Evin niyetində əli ilə düzəltdiyi anlıqları sahibi olmuşdur. Onlar isə səngərlədi. Ataların, anaların, bacıların və körpələrin rahatlığı. Bu həmişə belə olacaq. Çünki Anar özünə uyğunuz için və bu yolda Anar həmişə komandir olacaq. Asirik şagirdi Qədirzadə Sadiq anaca mahnısını ifa edəcək. Gözün yaş
şagirdləri Gülayə, Səkinə, Hüsniyə, Fidan şeir söyləmək üçün səhnəyə dəvət edilir. Axtarma məni, nəfəs tək yanında, yaxınındayam. Gözümdən süzülən hər damla yaşın, üzündə iş salan axınındayam. Bağla gözlərini, bağla əzizim, bax onda yanına gələcəm sənin. Sarınıb doyunca, rahatlanınca, nəmli gözlərini siləcəm sənin. Yenə candan can ayrıldı. Şəhidim var Azərbaycan. Vətən sağ olsun deyən İcidim var Azərbaycan. Bu torpağa qan tökmüşük. Şəhid verib diz sökmüşük. Sanmasınlar biz ölmüşük. İcidim var Azərbaycan. Düşmən bizə oyun qurdu, viran etdi gözəl yurdu. Unutdular o bozqurdu. İcidim var Azərbaycan. Qəhrəman icidlər silahını aldı. Nərəsi düşmənin bağrını yardı. 44 gün sürdü tarixi yazdı. Tarixi yazanlar oldular şəhid. 4 neçə analar hər gün ağladı. Başına qapqara örpəş bağladı. O şəhid oğluna yas da saxladı. Heç sizi unudar analar şəhid. Haqq hesab günüdür dedi icidlər. Cənnət Qarabağda bizim şəhidlər. Silaha sarılıb vətən dedilər. Vətənin uğrunda oldular şəhid. Qələbə gününü dadıram bizə. Borçludur bu millət bir ömür sizə. Müjdə ver polada həm mübarizə. İcidlər torpağı aldılar şəhid. Bir silah var, hər biləyin üstündə. 1000 yara var, bir küləyin üstündə. Hər çiçəyin hərlə çəyin üstündə. Şəhidimin yanağının şəhi var. Axan qanla çəkilir bir hasarı. Əskər olub, hər rəssamın yazarı. Hər ürəkdə bir şəhidin məzarı. Hər məzarda bir ananın ahı var. Gerçək olur hər yuxusu bu xalqın. Barıdlıdır hər qoxusu bu xalqın. Göylərdən də yox qorusu bu xalqın. Çünki göydə şəhidlərin ruhu var. Bugün bir daha dərk etdik ki, azadlıq, müstəqillik, bayrağımızın ucalığı bunlar təsadüfi deyil. Onların hər biri Anar Məmmədov kimi igidlərin qanı ilə yazılır. Bizim borcumuz bu qəhrəmanların adını yaşatmaq, onların xatirəsini daim uca tutmaqdır. Anar Məmmədov bir oğul idi, amma minlərlə ürəyə qəhrəman kimi yazıldı. Onun şəhadəti bizə həm kədər, həm də qürur bəxş etdi. Bugün buradan onun ruhuna səslənirik. Sən də rahat uyu qəhrəman. Sənin yolun, sənin mübarizən, sənin adın bu torpağın hər daşında, hər ürəyində yaşayacaq. Ruhun şad olsun şəhidin. Vətən səni heç vaxt unutmayacaq. Bununla da tədbirimiz sona çatır. Çevirdin bakışlarını, kan səklərdən axışları, günlərə qərq olmuş başdaşlarını, namusu qeyrəti daşını şəhidlər. Nifrətə çevrildi bakışlarınız, qanlı səklərdən axışlarınız, güllər
dillere qərq olmuş başdaşlarımız, namusu, qeyrəti daşı şəhid. Dünyanın heyrətə salan odunumuz, azadlıq odundan yanan odunuz, keçib ürəklərdə qalan oldunuz. Unutmaq olarmı sizin şəhidlər? Dünyanın heyrətə salan oldunuz, azadlıq odunda yanan oldunuz, köçüb ürəklərdə qalan oldunuz. Unutmaq olarmı sizi şəhidlər? Unutmaq olarmı sizi şəhidlər? Yardı köksünüzün namert gülləsi, dondu dilinizdən vətən nəğməsi. İndi yanaların ahın aləsi, axan gözlərimin yaşı şəhidlər. Yardı köksümüzün namert gülləsi, dondu dilimizdə vətən nəğməsi. İndi yanaların ahın naləsi, axan gözlərimin yaşı şəhid. Dünyanın heyrətə salan odunumuz, azadlıq odundan yanan odunuz, keçib ürəklərdə qalan oldunuz. Unutmaq olarmı sizin şəhidlər? Dünyanın heyrətə salan oldunuz, azadlıq odunda yanan oldunuz, köçüb ürəklərdə qalan oldunuz. Unutmaq olarmı sizi şəhidlər? Unutmaq olarmı sizi şəhidlər? Şəhid oldum gözəl anam mən, gözləmə geriye dönen değilim demiştim vətən
çevirdin bakışlarını, kan seklerden akışları, günlere gerk olmuş baştaşlarını, namusu gayreti taşını şehitler. Nifrete çevrildi bakışlarınız, kanlı seklerden akışlarınız, güllere gark olmuş baştaşlarınız, namusu gayreti taşı şehit. Geçip yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Dünyanın heyrette salan oldunuz. Azadlık odunda yanan oldunuz. Köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler? Yardı köksünüzü namert güllesi, dondu dilinizden vətən nəğməsi. İndi yanalarım ahın aləsi, axan gözlərimin yaşı şəhidlər. Yardı köksünüzü namərd gülləsi, dondu dilimizdə vətən nəğməsi. İndi yanalarım ahın aləsi, şəhid oldum gözəl alam mən. Gözləmə